Salam, Allahın salamı olsun sizə. Gözəl insanlar, yaxşı insanlar. Mən sizə demək istəyirəm ki, bu neçə il qabaq mən Allahın evinə getmişdim. Prezidentimiz cənab İlham Əliyev İmamzadəni oranı remont eləyib abadlaşdırmışdı. Baxın, bu remontdan sonra ola bilər insanlar gedə bilmir. Mənim də nəzirlərim olur, elə belə ziyarətə gedirəm. İmamzadəyə çox getmişəm, polislə, sonra taksi ilə, neçə dəfələrlə getmişəm. İndi ki, biraz başım qatışıb, evimdən özünüz bilirsiniz, vərəsəliyə görə qaçıram, məmurlardan şikayət eləməyə gedirəm, ora, bura. Ona görə İndi gedib çıxa bilməmişəm, kəndi nəzir eləmişəm, həm də ziyarət ürəyim qalıb orada. Ay insanlar, ay gözəl insanlar, yaxşı insanlara deyirəm mən. 5 barmağın 5-i də bir olmaz, yaxşısı da var, pisi də var. İndi demək istəyirəm, 5 gün dünyadır, Allahın evlərini heç kim yaddan çıxartmasın. Prezidentimiz, özü, Mehriban xanımız həmişə əlində Quran, uşaqları ilə, nəvələri ilə gedir. Siz də Allahın evini yaddan çıxartmayın. Yuxarıda Allahımız, aşağıda da gözəl, yaxşı insanlarımız, inanan, Allaha inananlar. İnanın, Allah həmişə yol açır, həmişə bizi iləndir. Allahı yaddan çıxartmayın. Mollaları da, molla demirəm mən onlara, alim deyirəm. Yenə də deyirəm, 5 barmağın 5-i də pis bir olmur, ay deyirlər pis molla olur, nə olur. O insan da, yaxşısı da var, pisi də. Yaxşı məmurlar da var, pis məmurlar. Yuxarıda oturan məmurlar yaxşıdırlar, aşağıda oturanlar. Mən qorxmuram da, siyasətçi də deyiləm, deyirəm. Allahın evini tanıyın, gedin, ziyarət edin, görün nə gözəldir. Biz Türkandan qonşu xanım yığmışdı. Türkan cəmaatını Yekqavu ilə hamımız yığışdıq. Bir 7-8 qadın getdik İmamzadəyə. İmamzadədən də sonra getdik. Bir gecə qaldıq, saat 4-də işləmiş, elə məscidin içində. Oradan da çıxdıq. Belakana, həmişə səhv salın, Belakanla, Belasıları, Belakana. Belakana da getdik, orada da ziyarət elədik. Cəmaat orada qoyunları getirmişdi. Mən öz qoyunumu nəzir eləməyimə görə öz pensiyamdan alıb burada kesdim, payladım. Orada getdim. İmamzadədə qulfum çıxandan orada da nəzirimi payladım. Baxın, orada qəbir üstü də var, qəbirlər də var orada. İmamzadənin içində çox gözəl, adam rahatlaşır. Oradan da gecə yatdıq, səhər 4-də işləmiş, getdik Belakana. Belakanda da zəncir atdıq, zəncir var orada. Zənciri atırsan kasınkanı, əgər nəzrin qabul olursa, onda yapışır o zəncirə. Orada da olduq. Baxın, gözəl yerlərdir. İndi kim gedib ziyarət eləməyibsə, gedin ziyarət eləyin, Allahla olun, şər atmayın cəmaata. Necə deyim sizə, düz olun. O dünyada cavab verəcək. Hamısı elə mən özüm də bir-birinə olmaz şər atmaq, mehribançılıq lazımdır, düşmançılıq lazımdır. Necə sizə deyim, bəzi məmurlar var, aşağıda oturan məmurlar, mənim başım çəkib bu atam vərəsəlikdə. Görün, neçə ildir mən əziyyət çəkirəm. Ora qaç, bura qaç, Allah böyüdür. Allah özü yol verir, tapıram da. Allah'a qurbanım. Siz də Allah'a inanın. Mən də ona görə dedim, Göy Meçid də bizimdir. Əjdər ağa, o da bizim nənəmin qardaşı tikdirib, oranı verib cəmaata, öz qəbri də oradaydı. Əjdər ağa, onu da apardı, buzovuna da bastırdılar. Nənəm özü də Məşdağada bastırdı, nənəmin anası Məşdağada bastırılıb. Babam da Xırdalanda, nənəmlə dayım hamısı oradadır. Demək istəyirəm ki, anam da Məşədi Kəbli Ərcixanımdır. Nə olar polisdə işləyib? Polisin pisi də var, yaxşısı da var.
Hamısına pis demək olmaz. Şəhidlərdə gördünüz nə qədər polislərimiz var. Allah hamısına yol açsın. Ölənlərə də Allah rəhmət eləsin. İmamlarımızı, şehitlərimizi, hamısına, qazilərimizi. Elə şəhidlərimizə, qazilərimizə, veteranlarımıza Allah ne diyeyim, rəhmətə gedənlərə Allah rəhmət eləsin. Qalan veteranlarımız var, qazilərimiz var. O mənim öz qalan oğlu da şəhiddir, görmüsünüz də Ağdərədə vuruşub, kontuziya vurub, sonra yenə də gedib vuruşub, rəhmətə gedib. Orası qalan oğlu da qazidir. Anam da veteran, qardaşım da veteran. Onlar da gedib, anam vuruşub burada. Demişəm də sizə bilirsiniz də. İnsan gelir ne olur, anam polkovnik olub, qardaşım polkovnik, bizim ailə həmişə Allahla durub oturmuşuq, həmişə anam rəhmətli, həmişə yığışırdılar 5-6 maşın, gedir tanışlar, qohumlar, gedirlər İmamzadəni ziyarət edirdilər. Çox sağ olsun prezidentimiz də, hələ onu demirəm, Mehriban xanımız da, düzdür, çoxdan getmişəm, ora Melakana, İmamzadəyə, amma bu yaxınlarda, yayda uşağıma nəzir eləmişdim nəvəmə. Qızım rəhmətə gedən uşağına. Onun nəzirini qoyunu keçirib payladım. Sonra Şamaxıya getmişdim bir dəfə, nəzir elədim. Yolun qırağındadır. Pir Sahib babanın qəbrinə getdim. Orada da çəkiliş elədim. Qazilər üçün, veteranlarımız üçün, şəhidlər Allah rəhmət eləsin. Orada dua elədim. Mehriban xanım göstərəcəm, indi onu da çəkmişəm orada. Baxın, nə gözəl uranı eləyib. Çox qəşəng, meçidini, içərisini. Pir Sahib babanın qəbri də oradadır. Onun nökəri olub, onun da qəbri oradadır. Baxın, nə gözəl yerlərdir. Mehriban xanıma da, prezidentimizə də Allah can sağlığı versin. Necə oraları düzəldib, necə. Bilirəm, Mehriban xanım da, prezident də kömək eləyir. Əli çatıracan qazilərimizə, veteranlarımıza, şəhidlərə. Amma yenə də mən onlara həmişə yalvarıram, deyirəm, qurban olum sizə. Düzdür, mən demirəm özümə görə yox, cəmaatımıza görə. Allah onlara can sağlığı versin. Qazilərimizə, veteranlarımıza, şəhidlərin analarına baş əyirəm, onlara. Hamısına köməklik eləyir, xahiş edirəm, qurban olaram sizə. Baxın, indi Şamaxını da göstərəcəm, baxın necə ağır ziyarətgahdır orada. İnanın Allaha, Allah yol açır. Nə qədər pis adam olsa, o pis adamı ya namazda, ya Allaha tapşırırsan, qarğışla yox. Tapşırırsan, Allaha yalvarırsan, Allah özü bilən məsləhətdir, özü cəzalarını verir pis adamların. Çox sağ olun, qurban olaram sizə, cəmatıma da, qulaqsanlarıma da, mən istəməyən adamlar da baxsınlar, nə fikirləşirlər, özləri bilərlər. Mənim öz fikrim var, mən həmişə fikirləşib danışıram. Çox sağ olsun prezidentimiz də, Mehriban xanımız da ki, elə şərait yaradır. Sağ olun.